Cənub mətbəxi deyəndə ilk ağla gələn ləvəngi. Ləvəngi toyuğu necə hazırladım? Bütün sirləri sizinlə bölüşəcəm. İlk öncə onu deyim ki, hər zaman məndən dəqiq ölçü istəyirsiniz. Əgər 1 kilo soğan götürürsünüzsə 500 qram qoz götürün. Düzdür, hər zaman deyirlər 1 kilo soğana 1 kilo qoz gedir. Ancaq 1 kilo soğanı yuyub sıxanda, təmiz suyu çıxanda onun özü də 500 qram qaldığına görə mən bu formada hazırlayıram. 1 kilo soğana 500 qram qoz. Onu da qeyd edim ki, soğanımız qırmızı soğan olsa lap gözəl olar. Çünki ləvənginin dadı onun qırmızı soğanındadır. İstəsəz soğanı yuyub tənzifdə də sıxa bilərsiniz. Ancaq mənim bu aş-süzənin gözü çox nazik olduğuna görə, buradan soğan keçmədiyinə görə mən bu aş-süzəni rahatlıqla istifadə etdim. Sonra qozları yuyub sərdim, qurudu, onu da ət maşınından keçirdim. İkisini bir yerdə duzunu, istiotunu, turşusunu vurdum, qarışdırdım. Dünən Instagram storiesində paylaşmışdım. Mənə ən çox gələn sualı oldu ki, sizin ləvənginizin rəngi necə belə gözəl çıxdı? Mən ləvəngiyə 2 qaşıq yarım zoğal turşusu vurdum. Zoğal turşusu yoxdursa nar turşusu əlavə edirəm ki, rəngi açıq çıxır. Kim istəsə ki, rəngi tünd qara çıxsın, o zaman qırmızı alça turşusu və yaxud da göyəm turşusu istifadə edər. Ancaq mən rəngini bir balaca açıq sevdiyim üçün nar turşusu və yaxud da zoğal turşusu istifadə edirəm. Ləvəngimi hazır edəndən sonra qoydum kənara, keçdim toyuğumu hazırlamağa. Toyuğu yuyandan sonra çoxlu deşiklər açıram ki, duzu yaxşı canına çəksin. Ondan sonra duzlayıb, istiotlayıb turşuluyuram. Hər tərəfini turşuladıqdan sonra ləvəngiləri sinəsinə də yarıq açıb, sinəsinə budlarının yanına və içinə ləvəngini yaxşı doldurub diş çöpü ilə bağlayıram ki, ləvəngi bişəndə axmasın. Üstünə də yağı əlavə edib qoydum bişməyə. 200 dərəcəlik sobada 1 saat toyuğu bişirdim. Və hər dəfə bişdikcə yağı üstünə əlavə edirdim ki, daha gözəl qızarsın. Bütün sirlərimi sizlərlə bölüşdüm. Sizlərin nə fikri varsa, siz də fikirlərinizi mütləq mənimlə bölüşərsiniz. Fikirləriniz mənim üçün hər zaman çox maraqlıdır. Həm Instagramda, həm TikTokda məni izləməyi unutmayın. Hələlik.